Sabahınız xeyir olsun əziz telesəhər tamaşaçıları. Bu yağışlı şənbə günündə hər birinizi xoş gördük. 2 saat ərzində sizinlə bərabər olacaq. Sizinlə studiyada mən İskəndər və mənim əziz, dəyərli həmkarım Könül olacaq ki, bu 2 saat ərzində də çalışacaq ki, sizə faydalı olaq. Xoş gördük İskəndər, mənim əziz, dəyərli həmkarım və istəyərdim ki, elə efirimizi öz həmkarımı tərifləməklə başlayayım. Aha. Çünki bugün kompliment gündür. Əslində heç bir komplimentə ehtiyacın olmasa da həmkarım. Çox Və sağ ol, düşünürük ki, qarşılıqlıdır. bəli, bugün elə 28 fevral, eyni zamanda martın biri, insanlar bir-birinə məhz xoş söz deməklə, hətta bir sıra tədbirlər belə keçirməklə, xüsusi olaraq pankartlar hazırlayırlar və sevdikləri insanlara qarşı da belə bir kiçik jest edirlər. Elə əslində mövzumuz da bugün onunla bağlı olacaq, amma fürsətdən istifadə edib Ramazan ayının 10-cu günü münasibəti ilə hər birinizi təbrik etmək istəyərdik və qeyd edək ki, bugün iftar vaxtı 18:44-dədir. Tutduğunuz oruclar qəbul olsun deyib efimizə başlaya bilərik.